Marmeladın hazırlama prosesi. 60 qram agar-agara su əlavə olunur və qarışdırılır. 1 kilo şəkər tozuna 1 stəkan yarım su əlavə edilir və ocağa qoyulur. Qarışım qaynamaya başlayır. Agar-agar əlavə olunur və qarışdırılaraq bişirilir. Əlavə qabda 1 qaşıq prop götürürük. Soyuduqda marmelad konsentrasiyası alınacaq. Alındıqda ocaqdan götürülür. Əvvəlcədən bişirmə kağızı ilə örtülmüş sinlər hazırlanır. Qaynar məhlul həmin sinlərin içərisinə tökülür. Marmeladı mən 3 fərqli rəngdə və tamda hazırlamışam. Qırmızı məndə barbarisdir, sarı ərikdir, yaşıl isə düşəz. Marmeladımız quruduqda fərqli fiqurlarla doğranılır. Üstünə şəkər tozu əlavə olunur və yeməyə hazırdır. Nuş edə bilərik. Çayla çox qəşəng gedir. Nuş olsun.